Bugün sənə ağlın və məntiqin sərhədlərini sınayan, ürəyi min parçaya bölən cəsur bir iddiada bulunacağam. Bir insanın sənə olan sevgisinin ən yoğun olduğu an, bəzən səni ən çox görməməzlikdən gəldiyi andır. Bəli, səhv eşitmədin. O ağrıverici səssizlik, o oxunub cavablandırılmayan mesajlar, o boşluğa düşən baxışlar, bəzən bir nifrətin deyil, başa çıxıla bilməyən bir sevginin ən gürültülü çığlığıdır. Bu videonun sonunda bu mümkünsüz kimi görünən tənliyin arxasındakı sirri, o səssizliyin içindəki pıçıltını və insan ruhunun ən dərin qorxularından birini anlamağa başlayacaqsan. Bu, sevginin öz kölgəsindən qorxmasının hekayəsidir. Bəs bu niyə bu qədər vacibdir? Niyə ürəyimizin bu ən qaranlıq dəhlizində birlikdə getməliyik? Çünki hamımız o anı yaşamışıq. O buz kimi səssizliyin ortasında donub qalmışıq. Dəyər verdiyimiz bir insanın, bir sevgilinin, bir dostun, hətta bir ailə üzvünün birdən-birə bir divara döndüyü o anda ağlımız çarəsizcə suallar yaradır. Nə etdim? Səhv bir şey dedim. Artıq məni sevmir. Bu suallar bir turşu kimi yavaş-yavaş öz dəyərimizi əritməyə başlayır. Özümüzdən şübhə edirik. Yetərliliyimizi, sevilə biləcəyimizi sorğuluyuruq. Bu təcrübə sadəcə bir ürək sındırmaq deyil. Bu, varoluşsal bir böhrandır. Görünməmək, yox sayılmaq bir insanın yaşaya biləcəyi ən dərin yaralardan biridir. Müasir dünya bizə daimi əlaqədə qal deyərkən, ən mənalı bağlantılarımızın birdən-birə qopması bizi bir mənasızlıq okeanının ortasına atır. Məhz buna görə də bu görməməzlikdən gəlmə hərəkətinin arxasındakı gizli dinamikləri anlamaq sadəcə bir münasibəti xilas etməklə bağlı deyil, həm də öz ruh sağlığımızı və öz hörmətimizi qorumaqla bağlıdır. Bu, o səssizliyin içində itməmək üçün bir can simidir. Bu mürəkkəb və həssas mövzunu işıqlandırmaq üçün birlikdə bir yol xəritəsi izləyəcəyik. Əvvəlcə, bir insanın sevgisinə baxmayaraq, niyə bir tısbağa kimi qabığına çəkildiyini, o məşhur bağlanma qorxusunun əslində nə demək olduğunu kəşf edəcəyik. Sonra ruhumuzun ən dərinlərindəki o ibtidai qorxuya, udurulma qorxusuna cəsarətlə baxacağıq. Ardınca bu qorxunun köklərini tapmaq üçün keçmişə, içimizdəki yaralı uşağın pıçıltılarına qulaq asacağıq. Və nəhayət, bütün bu hissələri birləşdirərək, o ağrıverici səssizliyin əslində bir yardım çığlığı ola biləcəyini fərq etdiyimiz o böyük aha anını yaşayacağıq. Bu, mühakimədən anlamaya doğru bir səyahət olacaq. Səyahətimizin başlanğıcında ən aydın və məntiqli izahat durur. Bir insan səni görməməzlikdən gəlirsə, artıq sənə önəm vermir. Marağı bitib, sevgisi tükənib. Bu, ağlımızın qəbul etməyə ən meyilli olduğu ən sadə senaridir. Və bəli, çox vaxt vəziyyət həqiqətən də belədir. İnsanlar dəyişir, duyğular solur. Və bəzən bir münasibət gürültülü bir dava ilə deyil, yavaş-yavaş sönən bir səssizliklə bitir. Bunu qəbul etmək ağrı versə də, bir növ aydınlıq gətirir. Amma ya vəziyyət belə deyilsə, ya o səssizliyin arxasında tükənmiş bir maraqdan çox daha mürəkkəb, çox daha fırtınalı bir şey varsa. İşte burada psixologiyanın ən əsas dinamiklərindən biri ilə üz-üzə qalırıq. İnsan ruhunun o bitməyən rəqsi. Hər birimiz içimizdə bir-biri ilə ziddiyyətli iki əsas istəklə yaşayırıq. Birincisi, başqası ilə dərin bir bağ qurmaq, bir olmaq, mənsub olmaq istəyi. Bu, sevginin, şəfqətin, bağlılığın istəyidir. İkincisi isə öz şəxsiyyətimizi qorumaq, fərdi olaraq qalmaq, azad olmaq istəyi. Bu da müstəqilliyin, azadlığın istəyidir. Sağlam bir münasibətdə bu iki istək arasında ahəngdar bir rəqs var. Bəzən yaxınlaşırıq, bəzən uzaqlaşırıq. Eləcə nəfəs almaq kimidir. Nəfəs almaq birləşməkdir. Nəfəs vermək ayrılmaqdır. Hər ikisi də həyat üçün zəruridir. Amma bəzi insanlar üçün bu rəqs qorxunc bir döyüşə çevrilir. Xüsusilə də yaxınlaşma, yəni sevginin ən yoğun hiss olunduğu anlar, onlar üçün bir təhlükə siqnalı kimidir. İşte bu vəziyyətə məşhur adıyla bağlanma qorxusu deyirik. Amma bu ad biraz qısadır. Əsl qorxu bağlanmaq deyil, bağlandığın şəxsin içində itməkdir. Buna dərinlik psixologiyasında udurulma qorxusu deyirik. Bunu okeanda üzməyə bənzədək. Sevdiyin insan okeandır. Ona tərəf üzmək, onunla bir olmaq istəyirsən. Amma bir yandan da o nəhəng okeanın içində balaca bir damla olub yox olmaqdan, öz şəxsiyyətini, kimliyini, sərhədlərini itirməkdən ölümə qədər qorxursan. Sevgi nə qədər dərinləşirsə, okean bir o qədər böyüyür və boğulma qorxusu bir o qədər artır. İşte o anda panik içində sahilə tərəf, yəni təkliyə və təhlükəsiz məsafəyə tərəf üzməyə başlayırsan. Görünməməzlikdən gəlmək, o anda boğulmamaq üçün dəli kimi sahilə çatmaqdır. Qarşındakını itələmək əslində özünü suyun üzərində saxlamağa çalışmaqdır.
Bu nöqtədə bir maneə peyda olur. Digər tərəf, yəni sevilən şəxs bu vəziyyəti şəxsən qəbul edir. Məni istəmir deyir, məndən qaçır. Çünki o okeanın gözəlliyini görərkən digəri sadəcə boğulma təhlükəsini hiss edir. Hər ikisi fərqli bir reallığı yaşayır. Bu faciəvi bir səhv amaşılmadır. Biri sevgisini təqdim edərkən, digəri o sevgini bir təhlükə kimi qəbul edir. İstəsən bu vəziyyəti daha yaxından bir personajın gözündən izləyək. Əsas odaqlanaq. Qarşımızda dəniz var. Dəniz yaradıcı, ehtiraslı, insanları asanlıqla təsir edən bir musiqiçidir. Amma bir qəribəliyi var. Nə vaxt kimsə ilə həqiqətən yaxınlaşsa, ən sevdiyi gitarasını götürüb saatlarla, heç kimsə ilə danışmadan, sadəcə özünə dönük melankolik melodiyalar çalır. Bu, onun qabığına çəkilmə ritualdır. Dəniz aylardır ailə ilə birlikdədir. Münasibətləri hər keçən gün dərinləşir. Bir axşam evdə oturarkən, ailə ən saf və içdən hali ilə dənizin əlini tutur, gözlərinin içinə baxır və deyir: "Səninlə birlikdə olanda özümü ilk dəfə evimdəki kimi hiss edirəm," deyir. Xaricdən baxıldığında bu bir münasibətin ən gözəl anlarından biridir. Amma dənizin içində o an qırmızı bir siqnal çalmağa başlayır. Udurulma qorxusu okeanın dalğaları kimi üzərinə hücum edir. Dənizin daxili monoloqunu eşidək. Evim, onun evi mənəm. Bu çox böyük bir məsuliyyətdir. Ya onu xəyal qırıqlığına uğradarsam, ya bu ev dediyi şeyin divarları üstünə çökərsə, məndən gözləntiləri olacaq, dəyişməmi istəyəcək. Öz musiqimi edə bilməyəcəm, öz sahəm qalmayacaq. Mən biz olacağam, amma o zaman mən harda olacağam? İtirəm, qaçmalıyam. O anda dəniz ailənin istiliyini deyil, bir qəfəsin barmaqlıqlarını hiss edir. Əlini yavaşca çəkir, üzü ifadəsizləşir. Gec oldu, pərdəyir. Sabah tez durmalıyam. Ertəsi gün ailənin mesajlarına qısa, soyuq cavablar verir. Telefonlarına cavab vermir. Gitarasını götürür və saatlarla otağa qapanır. Dəniz ailəni görünməməzlikdən gəlir. Amma əslində görünməməzlikdən gəldiyi şey ailə deyil, ailənin sözlərinin içində tətiklədiyi o əzici itmə qorxusudur. İşte burada risklər və zaman təyisi devrəyə girir. Əgər bu dinamik başa düşülməsə, nə olar? Ailə rədd edildiyini və sevilmədiyini düşünəcək. Ürəyi sınmış şəkildə uzaq qoşacaqdır. Dəniz isə bir daha münasibətlərin getmədiyini özünü inandıracaq və təkliyinə geri dönəcəkdir. Hər ikisi də uduzur və bu dövr dənizin həyatı boyu təkrarlanır. Hər yeni sevgi cücərisi eyni boğulma qorxusu ilə qoparılır. Zaman keçdikcə dənizin ruhu o qədər təkliyə düşür ki, artıq sevginin istiliyini axtarmaqdan belə vaz keçə bilər. Bu ruhun öz-özünə tətbiq etdiyi bir sürgündür. Bəs bu qorxu, bu udurulma hissi niyə bu qədər güclüdür? Niyə bəzi insanlar sevgini bir hədiyyə kimi görərkən, digərləri bir təhlükə kimi qəbul edirlər? Bu sualın cavabı bizi daha da dərinə, ruhumuzun ən qədim və ən yaralı qatına aparır. İçimizdəki uşağın hekayəsinə. Həmimizin içində böyüməyən bir uşaq yaşayır. O uşaq bizim ən saf, ən masum, ən müdafiəsiz halımızdır. Və uşağın sevgi ilə qurduğu ilk münasibət, gələcəkdəki bütün münasibətlərimizin əsasını formalaşdırır. Əgər o uşaq sevginin təhlükəsiz, davamlı və azadlandırıcı olduğunu təcrübə edibsə, yetkinlikdə də sevgiyə inanaraq yaxınlaşır. Amma ya o uşaq sevginin tam əksini təcrübə edibsə, ya sevgi bir nəzarət mexanizmi kimi təqdim olunubsa, yeməyini bitirsən səni sevərəm, sakit durarsan, yaxşı uşaq olarsan kimi şərtli sevgilərlə böyüyübsə, o zaman o uşaq sevginin bir performans olduğunu öyrənir. Sevilmək üçün özün olmaqdan vaz keçməlisən. Başqasının gözləntilərinə uyğun gəlməlisən. Sevgi bir udurulma hərəkətidir. Ya da daha pisi, sevgi bir işğal kimi yaşanıbsa, sərhədlərinə hörmət olunmayan, şəxsi sahəsi daim pozulan, duyğuları önəmsənməyən bir uşaq təsəvvür edin. Anasının və ya atasının sevgisi boğucu bir sarmaşıq kimi onu sarıyıbsa, o uşaq üçün sevgi nəfəssiz qalmaqdır. Azadlığın sonudur. Dənizin hekayəsinə qayıdaq. Bəlkə də dəniz uşaqkən həddindən artıq müdafiəçi və müdaxiləçi valideynlərlə böyüyüb. Öz qərarlarını verməsinə, öz səhvlərini etməsinə heç vaxt icazə verilməyib. Biz sənin üçün ən yaxşısını bilirik cümləsi sevgi adı altında təqdim olunan bir həbsxana idi. Dənizin ruhu sağ qala bilmək üçün tək bir strategiya inkişaf etdirdi. Duyğusal olaraq geri çəkilmək, çatılmaz olmaq, öz daxili dünyasına, musiqisinə sığınaraq görünməz bir qala tikmək. İndi illər sonra ailə ona o saf və şərtsiz sevgini təqdim etdikdə, dənizin içindəki o yaralı uşaq panika düşür. Çünki onun üçün bu hiss tanış deyil.
Onun beyni və ruhu sevgi sözünü təhlükə və işğal ilə kodlaşdırıb. Ailənin yaxınlığı o köhnə qalanın divarlarını zorlayır və dənizin içindəki o balaca uşaq bildiyi yeganə müdafiə mexanizmini işlədir. Divarları yüksəltmək, qapıları bağlamaq, səssizliyə bürünmək. Yəni, görünməməzlikdən gəlmək. Bu bir gözləntini qıran sürprizdir. Biz görünməməzlikdən gəlməni bir güc nümayişi, bir təkəbbür və ya bir maraqsızlıq kimi yozarkən, əslində çox vaxt tam əksidir. Dərin bir zəifliyin, köhnə bir yarının və çarəsiz bir qorxunun işarəsidir. O şəxs bir zalım kimi davranarkən, əslində içində titrəyən balaca bir uşaq var. Və indi bütün bu çayların axdığı o dənizə səyahətimizin zirvəsinə çatdıq. Bağlanma rəqsi, udurulma qorxusu və içimizdəki yaralı uşaq. Bu üç həqiqət bir yerə gəldikdə, o ağrıverici sualın qəlbinə bir işıq tutur. Bir insan səni sevirsə, səni görünməməzlikdən gələ bilər. Çünki görünməməzlikdən gəldiyi şəxs sən deyilsən. Görünməməzlikdən gəldiyi şey sənin varlığının öz içində tətiklədiyi, o başa çıxa bilmədiyi hissdir. Sənin sevgin onun ən dərin yarası üzərinə bir böyüdücü kimi tutulub və o yaranın ağrısına dözə bilmir. Sənin varlığın onun illərdə tikdiyi müdafiə divarlarının nə qədər qırılgan olduğunu ona göstərib və bu onu vahiməyə salıb. Görünməməzlikdən gəlmə hərəkəti bir laqeydlik hərəkəti deyil, bir panik hərəkətidir. Bu yanğın siqnalı çağında düşünmədən qaçan bir insanın davranışıdır. O anda kimi itələdiyini, nəni açdığını düşünmür, sadəcə qaçır. O şəxs sənin sevgindən deyil, o sevginin öz içində üzə çıxardığı şeydən qaçır. Paradoks budur ki, əgər sən onun üçün bu qədər önəmli olmasaydın, bu qədər dərin bir təsir yaratmasaydın, bu siqnal heç vaxt çalmazdı. Səni görünməməzlikdən gəlməsi əslində nə qədər önəmli olduğunun ən çarpıq, ən ağrıverici sübutu ola bilər. Bu həqiqəti başa düşdüyümüzdə bütün hekayə dəyişir. Artıq şəxsi bir hücum yoxdur. Qarşımızda öz daxili savaşı ilə boğuşan yaralı bir insan var. Bu onun davranışını haqlı çıxarmır. Sənə verdiyi ağrını ortadan qaldırmır, amma mənasını dəyişir. Məna dəyişdikdə isə bizim reaksiyamız da dəyişir. Qəzəb və xəyal qırıqlığının yerini acıqlı bir şəfqət və anlama hali ala bilər. Artıq sual mənə bunu niyə edir olmaqdan çıxır. Sual belə olur. Vay canına. Mənim sevgim onun içində nə qədər böyük bir fırtına qoparıb. Bu, qurban rolündən çıxıb vəziyyətin müşahidəçisi olmaqdır. Bu, o səssizliyin içində qarşı tərəfin ağrısını eşitməyə başlamaqdır. Bu, sevginin sadəcə güllər və şeirlər deyil, həm də ən dərin qorxularla üz-üzə gəlmək olduğunu anlamaqdır. Bu, dərin və fırtınalı dənizdən indi sakit bir sahilə çıxma vaxtıdır. Dayanıb bir nəfəs alaq. Bu qədər yoğun bir hissi və bilgini qəlbimizdə və ağlımızda dilləndirək. Əgər bu səyahətdən öyrəndiyim tək bir şey varsa, o da budur. İnsanların davranışları adətən onlarla bağlı deyil, onların hekayələri ilə bağlıdır. Carl Jung'un beyni kanalında bizə pıçıldadığı ən böyük həqiqət bəlkə də budur. Başqasının davranışını dəyişə bilmərik, amma o davranışın bizdə yaratdığı mənanı dəyişə bilərik. Bir növbəti dəfə o ağrıverici səssizliklə qarşılaşanda, özünü qınamağın və sorğulamağın o qaranlıq quyusuna düşməzdən əvvəl özünə tək bir şey xatırlat. O səssizlik sənin dəyərinlə bağlı bir ölçü deyil. O böyük ehtimalla qarşı tərəfin öz qorxularının və yaralarının bir əks səsidir. Əgər bu söhbət qəlbinin dərinliklərindəki bir pıçıltını tərcümə etdisə, bu rəqəmsal ocağın ətrafındakı dairəmizə qoşulmağı düşünə bilərsən. Biz burada həyatın mürəkkəb düyünlərini həll etmək üçün sehirli düsturlar deyil, sadəcə anlamaq üçün cəsarət və bir-birimizə yoldaşlıq edəcək bir məkan təqdim edirik. Aşağıdakı abunə ol düyməsinə klikləyərək bu dərindən səyahətlərə birlikdə davam edə bilərik. Növbəti görüşümüzə qədər özünə və o səssizliyin arxasındakı yaralı ruha bir anlıq belə olsa şəfqətlə baxa bilməyi arzulayıram. Xoş qal.